Salam qızlar, necəsiz? Keçən gün biri mən videomun altına rəy yazmışdı. Ya hara yazmış ki, sən de salam vermədən girirsən söhbətə, onu bəyənmirəm. Instagram'a. Instagramda yazmışlar, TikTokda. Bilmirəm ki. Hazqabuldan özüm üçün yuxa gətirmişəm. Özəm. Biz buna yayma deyirik. Hə, biz hazqabulla yayma deyirik, yuxa demirik. Məsələn bana. Yayma Ya, məsələn. Ya. Bizim yayma deyirik. Hazır kapılabilmiş. Məsələn, mən yayma deyəndə çox adamlar bilmir nə demək yayma. Qaldı ki, ev turuna. Baxın. Mən YouTube'da da yazırlar. Canım YouTube izləyicilərim, sizi öpürəm hamınızı. Sizə vaxt ayırı bilmirəm, təəssüf ki, bütün günüm Instagramda storylərdə keçir, bir də ki, TikTok'un canlı yayımlarında. Hamı ev turu istəyir. O sevim deyil axı. Ona görə paylaşmağı düzgün bilmədim. Nə vaxt özümü evə alsam, çox heç vaxt olmayacaq. Onda şəkayım paylaşaram. Ona görə məndən ev turu gözləməyin. Sonra təmizlik videoları istəyirlər. Təmizlik videolara. Məndən ev videoları gözləməyin. Təmizlik eləməyim. Başdan sovda edirəm. Və təmizləyəndə də o qədər əsəbləşirəm də, yəni bezə-bezə eləyirəm, bezə-bezə. Ona görə də. Oh. Nasıl lalıyı danışım. Gözəlləşmişəm mən.